yarımçıq formalaşmamış ölkələrdə hələ də iki qüvvə arasında mübarizə gedir. Ruspərəstlər və yaxud qərbpərəstlər. Türkiyənin özündə də həmin prosesdir. Türkiyədə CHP birmənalı şəkildə qərb mövqeyində və qərb dəyərlərini təbliğ edir və hakimiyyətə gələcəksə qərbi mövqeyində çıxacaq açıq şəkildə ortaya qoyur. Yəni bu söhbət ondan gedir. Amma Türkiyə hakimiyyətdə olan Erdoğan Rusiya mövqeyindən çıxış eləmir. Onların vahid mövqeyi. Yarımçı onlar yavaş-yavaş keçirlər o konu. Amma Gürcüstanı götürün, Gürcüstanda qərb mövqeyini Rusiya mövqeyi üstədələr, gizlətmirlər. Gizlətmirlər, bəli. Ermənistanda da həmin mövqedir, qərb mövqeyi ilə Rusiya mövqeyi. Yəni Azərbaycanın bir o üstünlüyü var, bir çox üstünlüklər var. Üstünlüyün bir də ondan ibarətdir ki, bizdə əsasən o mövqedən geri çəkiblər. Bizdə balanslı da fakt. Balans deyəndə belə deyək ki, dövlət mövqeyi. Bərabər hüquqlu əməkdaşlıq. Bir qədər deməli uzaqlaşmışıq o qərb və yaxud Rusiya mövqeyindən yaxşı haldır. Amma tam şəkildə uzaqlaşmamışıq, müəyyən əlamətləri qalır və onu da deyək ki, balanslaşdırılmış deyirik. Vaxt vardı ki, tək 90-cı illərdə açıq şəkildə Rusiya mövqeyindən çıxış edənlər vardı. Tək sosial demokratlar və yaxud onlara yaxın partiyalar və yaxud qərb mövqeyindən çıxış edənlər AXC bazasında, Müsavat bazasında olanlar qərb mövqeyindən çıxış edirdilər, var idi. Amma o məsələ aradan götürülməlidir. Ta ki, Amerikada nə cürdür partiyalar, demokratlarla respublikaçıların fərqi nədir? Daxildəki müəyyən problemlərə münasibət baxımındandır. Əslində partiyaların ideoloji bazaları təxminən eynidir. Amma müəyyən məsələlər var orada ki, daxildə müəyyən ideoloji məsələləri var, müəyyən deyək ki, lap ailə məişət məsələləri var. Onlara münasibət baxımından partiyalar bir-birindən fərqlənir və seçki ərəfəsində falan məsələ ilə biz bir də qoyur məsələn, bu da qoyur. Normal ölkədə o münasibət formalaşmalıdır. Bizdə də o formalaşmalıdır ki, daxildəki hansı amillərə münasibət baxımından partiyalar bir-birindən fərqlənməlidir. Əslində mən də sizin dediyinizlə tamamilə razıyam. Məsələn, mən həmişə qəribə gəlir ki, kimsə çıxır deyir ki, məsələn, bizim platformamız qəribə inteqrasiyadır. Niyə? Söhbət ona gedir ki, öz milli mənəvi dəyərlərinin inteqrasiyası. Öz yolunu taparsan sən. Öz yoluna getməlisən. Öz milli dəyərlərinin inteqrasiyası. O qədər müxtəlif məsələlər var ki, istər əmlak məsələsinə münasibətlə bağlı, istər deyək ki, bax çox populyar olan uşaq pulla münasibətlə bağlı, istər sosial təminatla bağlı, istər təhsil sistemi ilə bağlı, səhiyyə, təhsil. O qədər məsələlər var ki, partiyalar platformasını o məsələlərə münasibətlə formalaşdırmalıdır. Belə bir praktika yaranmalıdır artıq. Yəni biz Azad Vətən Partiyası olaraq çalışırıq o istiqamətdə ki, ölkənin daxilində bizə heç kəs deməsin qərbpərəstdir və yaxud Rusiyapərəstdir və yaxud harapərəstdir. Azərbaycanpərəst olmaq. Azərbaycanpərəst.